Salam əziz dostlar, əziz izləyicilərimiz. İlk öncə hər birinizi salamlayıram. Çox xahiş edirəm videonu bəyənin. Ümumiyyətlə kanalımıza abunə olun. İstir YouTube kanalında, istir TikTok səhifəmizdə dəstək verin. Bugün biz hardayıq? Biz gözəl bir məkanda, bax bu gözəl diyarda biraz əvvəl göstərəcəyim insan, çoxlarımızın sevdiyi insan, çoxlarımızın dəyər verdiyi insan. İndi az saniyələr biz o şəxsi sizə göstərəcəyik, Allah qoysa. Bax, gəlirəm. Bizim dəyərli ağsaqqalımız Hacı Əliağa kişi. Düzdür, çəkilişimiz olub. Biraz sonra sizə bu barədə inşallah məlumat verəcəyik. Əziz dostlar, gördüyünüz kimi bax bu gözəl məkandan göyərçinlərimizin Hacı Əliağa əmiyə aid olan, onun illərlə yetişdirdiyi göyərçinləri bir daha sizə çəkib göstərəcəyik. Bu bir quşxanadır ki, burada bütün quşlar demək olar ki, uçuşa hazırlanır. Qutab qənət deyirik də, qayçıdan çıxıblar, quşların bir çoxusu görürsünüz. İnşallah digər heyvanlarımız bunlardır. Bu heyvanlar da, bu göyərçinlər də 4 il, 3 il, 5 il uçan göyərçinlərdir ki, indi döllük üçün atılıblar. Baxın. Sonra sizə daha bir neçə, hansı ki uçuş üçün, yarışda, daha doğrusu yay sezonunda uçurulması üçün bax burada sizlərə quşları göstərdirik. İndi düz açmıram ki, çıxarlar bayrağa quşlar. Maşallah səliqəli. Lap istəyirsiniz birini açın, göstərim sizlərə. Buyurun, baxın. Belə səliqəli formada quşxanalardır. Bu bizim Hacı Əliağa kişiyə məxsus olan göyərçin yuvalardır. Bax, görürsünüz, burada da var. Buyurun, baxın. Bax, bu gözəl məkandan bir daha sizi salamlayırıq. Gözəl, sağlığına qismət bağ şəraiti var. Bilirsiniz ki, Bakı bağları xüsusilə badam ağacları ilə, əncir ağacları ilə məşhurdur. İnşallah burada badamdan başqa da bax, digər ağacları bu gözəl bu bağda, Hacı Əliağa kişinin saldığı bağda görmək olur. Burada da suçu göyərçinləri var, yenə də İnşallah. Buyurun, baxın. Maşallah quşxanalar da səliqəli bir formada quşxanalardır. Sağlığına qismət, Allah ömrünə bərəkət versin. Bax burada görürsünüz, bax səliqəli formada gözəl bir demək olar ki, hazırlanmış xüsusi quşxanalardır. Qarşıdan da çəkin baxın görkəminə. Çox həyətə, bağa uyğun bax belə bir quşxana hazırlanıb. Allah malına bərəkət versin, Allah ömrünə bərəkət versin. O belə bir yaşıllıqda da quş şərə uça da, inşallah quşbaz da quşbazdır, cinsə gözəl cinsi quşlarımız da gərək bütün bu gözəllikləri görüb sahibinə xoş izləmələrə bəxş eləsin. Oynağı ilə, uçuşu ilə, necə deyərlər, öz şirin hərəkətləri ilə. Allah bərəkət versin. Biz çəkilişi gözəl insanın, gözəl dostumuzun Hacı Əliağa əminin həyətindən etdik. Əziz izləyicilər, hər birinizə uğurlar. Bu həyətdən, bu məkandan hər birinizə salamlar olsun inşallah. Salam əziz izləyicilər, hər birinizi bax bizim ağsaqqalımız Hacı Əliağa əminin qapısından, ocağından salamlayırıq. Günlər bu kişinin süfrəsindəyik, bu kişinin yanındayıq. Həm səhhəti ilə bağlı, həm özünün ziyarəti ilə bağlı Rəşad kişi ilə mən, bir də bizim Seyid qardaşımız, yəni yanımızdadır, gəlib bu kişini ziyarət etməyə gəlmiş. Özümüzə borc buluyoruz, böyüklərimizin,
ağsaqqallarımızın yanında olmaq, onlardan gözəl sözlər eşitmək, nəsihətlər, məsləhətlər almaq. Və inanıram ki, bizim bu çəkilişlərimiz bir çox gənclərimizə də öz təsirini bağışlayır. Hacıcan, xoş gəldiniz. Sağ olun, hoş geldiniz. Hoş gelmişsiniz. Allah canınızı sağ olasın. Zahmet çekmişsiniz. Birinci növbədə zəhmətinizi halal edin. Estağfurullah, Allah sizə can. Allah kömək olsun. İndi Allah özü de bu deyir, tapşırır insanlara ki, xəstəyi boş çəkmək özü ibadətdir. Böyüyə, ağsaqqala boş çəkmək özü ibadətdir. Çox sağ olun ki, zəhmət çəkmişsiniz, vaxtınızı ayırmışsınız, ömrünüzü bu şeyə xərcləmişsiniz. Mən də üstü minnətdarım. Allah var eləsin. Sən hörmətin mənim yanımda Elxan qardaş böyüdün. Çox sağ olun. Yəni sənin çəkdiyin bu zəhməti də Allah dəyərləndirib həmişə dəyərləndirəcək də. Ne üçün ki, sən haq yoldasan, düz yoldasın. Allah sizin işlərinizə bərəkətli eləsin, uğurlu eləsin. Allah Teala nə gözəlliklər var, hamısını qismət eləsin. Mən Rəşad kişinin də xətrini çox istəyirəm. Seyid qardaşoğlu da Mirzəlal mənim əmioğlumdur. Seyid olduğuna görə biz əmioğluyuz. Mirzəlal çox dəyərli cavandır. Heç olmasa ayda bir dəfə də olsa gəlir. Belə çox da gəlir. Amma heç olmasa ayda bir dəfə gəlib baş çəkir mənə. Çox sağ olsun, Allah canını sağ olasın. Yəni burada heç bir təmənna yoxdur. Heç bir təmənna yoxdur. Ancaq burada saf, səmimi Allahın qoyduğu qanuna əməl eləməkdir. Başqa şey yoxdur. Allah sizə can sağlığı versin. Sizdən o sözləri eşitmək bizim üçün də xoşdur. Əmican, Allah var eləsin. Hər dəfə danışanda elə bu sözləri təkrar deyirsiniz. Bunu qazandığıma görə, bu neməti Allah bəxş elədiyinə görə Allahıma sonsuz şükürlər olsun. Allah sizə ömür versin ki, biz cavanlara bu motivasiyanı, bu dəstəyi verirsiniz. İşlərimizə xeyir, dualar arzu edirsiniz. Bunların özü hər biri bizim üçün vallahi xoş, gözəl görünən tərəflərdir. Allah ömrünə bərəkət. Allah canınızı sağ olasın. Allah hamımızdan razı olsun. Allah da can sağlığı versin. Allah kömək olsun. Nə qədər gözəl insanlar var, nə qədər həyatda değişməyən, möhkəm, Allah yolunda, Allahın əmirlərinə tabi olan insanlar, Allah hamısını gözəlliklər qismət edib eləyəcəkdir. Allah Teala bu işimizə də bərəkət versin. İndi göyərçin özü bir gözəl heyvandır, sürk kuşudur. Peyğəmbər Səlavatıllah'dan soruşurlar. Əhməd Ağa Əhmədov Məşdağıdan bir alim vardı. Onun kitabında, çox kitabı var onun. Bir də İslam təlimi kitabı var. Orada bir hədis var. Peyğəmbər Səlavatıllah'dan soruşurlar göyərçin haqqında nə deyərsiniz? Deyir, bizi sevənlər onları da istəsin. Yəni bu böyük bir tituldur. Göyərçin haqqında böyük bir dəyər verib Peyğəmbərimiz. Bütün Peyğəmbərlərin, gözəl alimlərin, Allah yolunda gedən, ibadət edən insanların heyətində həmişə olub bu şey. Bütün ziyarətgahlarda, Kəbənin üstündə də görmüşəm mən. Bu həmişə bu şey belə olub. Başqa bir hədis də var İmam Cəfər Sadıqdan. Deyir, evinizdə göyərçin saxlayın ki, cin, şeytan gələndə onlarla məşğul olsun. Uşaqlarınıza bir xətər yetirmir. Də indi sözün bəlkə birini dal, birini qabaq deyərəm. Amma imamlardır. Peyğəmbər, sonra da imamlarımız bu heyvanı bizə tövsiyə edirlər. Buna görə indi biz də saxlayırıq, həm savabına görə, həm ləzzətinə görə, həm sülhdür. Bəzi insanlar əncə bunu çevirib davaya. Dava deyəndə dava yox, spora çevir. Belə mübahisəyə götürüb gəlir, çıxartır. Bu işıqlandırırsınız göyərçinləri, göyərçin saxlayanları. Allah sizin canınızı sağ olasın. Neçə dənə qrup var, belə təşkilatlar var. Hamısının Allah bərəkətini artırsın. Hamısının Allah canını sağ olasın ki, bu yolda kim əziyyət çəkir, kim
xərc çəkir, kim vaxtını xərcləyir, ömrünü əsas elə həyatda ömürdür insan üçün. Onu da siz bu yolda 15 ilim xərcləyirsiniz. vermişəm. Bəli. 15 ilim vermişəm. Bu böyük bir nailiyyətdir hələ. İnsan üçün bu böyük bir nailiyyət. Belə də ki, göyərçindir də indi. Quşdu, uçurduruq, tamaşa edirik, baxırıq, seyiririk. İndi burada var. Gəl, Ayaz gəl çıxart, çəksin, çək. Gəl quşlardan çıxart ki, ilə biraz çəksin. Yanmaz ora. Bir-iki dənə. Şey, bunda... Var, həyətdə var. Hadi, Ha. başqa qabağa gedək də. Ha. Göyərtindən danışmışsan, göyərtinləri görməmiş. Şey çıxart ular, zəhmət sənə. Ha. Məndə də biraz var belə, artırmışam, eləmişəm. Biraz gözəllikləri, biraz vitləri, uçuşları, biraz nəfəsləri. Maşallah. Ha. Bunlar hamısı qanət quyruq olunub, Uçuşa hazır. uçuşa hazırdır bunlar. Ha. İndi Allah bərəkət versin. nə qədər uçacaqlar deyə bilmərəm, ancaq ki, ancaq Allah bərəkətli eləsin. Allah heç Hadi nə qədər tutacaqlar deyə bilmərəm. İnşallah Allah bərəkət eləsin. Saatı demək öncədən. olublar burada, adamlar olub burada. Bilirəm, bizim də xəbərimiz. Elşən Cəlilabad əvvəlcədən deyib ki, bu quşlar bir belə uçacaq, 4 dənə quş göstərib uçublar da. Şükür Allahın birliyinə, şükür Allahın məsləhətinə. Allah belə məsləhət bilib belə olub. İndi ola bilər ki, burada indi gözləri var. Maşallah. Bitləri görürsən də indi qaraqura da olsa ağları da var. Maşallah elə qaraquradır. Gözəl, Ha. gözəl qaralar, gözəl göylər demək olar bunlar. Aradan bədrəy deyirlər, mən o sözlə razıyam. Yox, bedrəng, göyərçinə bedrəng demək olmaz. Bəd sözün demək olmaz. Hər rəngin özünün gözəlliyi var da. Seyid bunları bir dənə zəhmət sənə salsın, uğursular bir əxərdik, şey olardı. Yox, elə yavaş şey eləsən gedəcəkdir. Bismillah. Biraz ged üstünə. Arxadan yavaşca gel. Ha. Qorxutma özünü, bunlar çox uçan quşlardır. Hadi Allah bərəkət versin inşallah. Allah sizin də malınıza, mülkünüzə, canınıza, istədiklərinizə hamısında bərəkətli eləsin. Sağ ol, Hacıcan. Xoşbəxt eləsin, sağlam eləsin. Allah sizə ömür versin. Əsas odur ki, Allahın yolunda olayıq. Nədən danışırıqsa danışayıq, Allahdan danışayıq. Çünki bunların hamısının yaradıcısı Allahdır. Yaradandan danışmayanda, yaranmışdan danışanda bu şey düzgündür. Bəli. Hər bir söhbətin ortasının, əvvəli, ortası, axırı Allahdan. Allah zikir olsun. Çünki Allah verib bunları bizə. Bizə bunları de üçü birək, üçüncü quşxana. Ha. Maşallah. Balalardır deyəsən hadi. Yox, bunlar bala alıram bunlardan. Hə. Allah bərəkət versin. Deyirdə elə onun Sancağı olmaz. şeyin ay sağ ol, bahələn çiğnə elə. Zəhmət sənə bir dənə, yox, bir də görərsən çıxmaz da. Çox Elxan müəllimi çox şey eləməyək, zanit eləməyək. Ay maşallah. Burada da 4 dənə var, qənət vermişəm. Bu qış balalardır, bunların balasıdır. Allah bərəkət. Bunlar da inşallah, bu 4 dənəni də yayda inşallah vaxtı çatanda uçurdacaq. Allah möhlət versin inşallah. Canımız sağ olsun. Biraz xəstəliklə əlaqədar əziyyət çəkirəm. Günün altında diyana bilməm. Şəkərim də içmişəm, şəkəri. Şəkər çoxdur. Hətta içmişəm 500. Yox, 500. Mən şəkərdən biraz ehtiyat edemirəm. O başımdakı şişdən biraz şey edirəm ki, gündə gəndə biraz halsız oluram. Bunlar da ki 20 neçə ildir 4 dənə quşdan törətmişəm bunları. Burada qarışıq var göylər. Amma bunlar sırf 4 dənə quşun törəməsidir. Yəni burada başqa şey yoxdur. Burada bir dənə də başqa qan bura girməyib. Gözləri də yaxşıdır, bitləri də bilməm. Sən məndən çox quşlar görürsən başqa yerlərdə.
Vitlər də var şükür Allaha, Allahın yaratdığı. Yəni Allah kömək görmək olsun. istədiklərimizi görə bilirik. Hazır burada gördüm maşallah olsun. Hə, burada çəkilişlər olub. Qorunmasına görə Allah sizə təşəkkür edirəm. Allah canını sağ olsun. ürəkdən Ağa təşəkkür. Türkanın Hə, 2 gün gəlib əziyyət çəkibdi. Yəni Seyid də burada olub. Allah canı sağ olsun. Uçurmuşuq çəkiliş olub. 2 gün dalbadal uçurmuşuq. Ağa birinci burada ağa çəkiliş edib. Sonra Caviddir də adı. Hə, Cavid. Cavid. Biraz huşum gedir. Cavid çox gözəl insandır. Çox Allah ürəyi. gözəl. Hə, Allah canını sağ olasın. Çox sadə. Mənim üçün çox ləzzətlidir. Maşallah. Hə, gəlib gedib bura 3-4 dəfə olub bura. Sonra o çəkiliş edib keçən illəri. Bu il Allah o işədir sən gələrsən. Siz gələrsiz, bəxşdə sən dedim. Yox, nə demək? Gələrsiz, hə, çəkiliş edərsiniz. Tamaşa edərik, cəmaata da göstərərik. Belə yəni nümayiş edərik də, göstərərik. Biraz şey çıxır. Nümayiş etdirərik, belə baxarsın. Çəkiliş gedəki bizi çək də. Telefonla çək atarsan da. Mən çəkilişdə quşları salla. Telefonla çıxart çək bizi. Həri. Hə. Seyid zəhmət sənə bula salı. Sən də Ayaz orada məşğulduğunu gör. Sənin ərkin var. Seyidim verənə şükür. Bu Paştovu da gəlib cəhd düşüb bura damda qalır, harada qalır ha. Seyid problem yoxdur, ürəklə get. Onlar biraz yaxşı adamlara əmraqdırlar. Seyid də gözəl balada, maşallah. Seyid maşallahdır. Tez-tez danışırıq Seyid. Hə, cavandır, öncə çox ibadət əhli, çox imanlı, çox Maşallah. həm də təpərli, həm də hünərli. Allah salamat. Hə, Allah pis gözdən qorusun. Amin. Allah salamat eləsin. Özü çox gözəl quşbozdur. Hə, maşallah. Hə, çox gözəl quşbozdur. Onları da zəhmət böyle sarı qapı var ha. Sarı qapını da aç yine. Hə. Əvvəlcədən pəncərəni bağla. Sən bir gedək qoma. Yox, çəkirəm. Mən normal çəkirəm. Hə. Çıxsınlar, sonra Hə, çıxacaq. Hə, özləri çıxacaq. Ya gir çıxart da. Birdən get çıx. Ay maşallah. Maşallah günün olsun. Allah bərəkət versin. Onlar da döllərdir deyəsən inşallah. Hə, bunlardan da, bunların 90% burada uçublar. İndi də uçurmuram. Məsəl üçün 3 il uçublar, 2 il uçublar. Sonra da indi uçurmuram bunları. Bunlar gedib törətmək üçün, hə, törəməyə gediblər. Amma bunların hamısı burada 3-4 dənə quş olar içində ki, uçmublar burada. Hamısı uçur. Hə, hamısı uçublar. Burada da 1-2 dənə quş var ki, uçmublar. Burada uçurmamışam bunları. Onlar uçacaq, bir də bu 2 dənə quşxanadakilər uçacaq. Hə, inşallah salamatlı olsun. Yaxşı, inanıram ki, gözəl uçuş sərgiləyərlər quşlarımız. Tamaşaçılara da yaxşı zövq verər. Hər zövq verərlər, bir gün yığışarıq inşallah. İndi biraz o çəkiliş eləyər Allah. Biraz xəstəliyimlə əlaqədə biraz da baş qarışıqlığına görə yoxsa elə tezliklə iyun ayında edərdik. Biraz haçan şey oldu, mən özüm xəbər edəcəm də inşallah. Hə. İnşallah. Əsas odur, sağlam olun. Səhhətiniz normal olsun. Çox sağ ol. Bizə o lazımdır, asaq qalın. Hə, Allah kömək Azizan, olsun. Allahın iznindən əsas odur ki, qoruyun özünüzü. Qalan şeylər düzələn şeylər. Hə, bunların çoxsu buranın cəhəltidir. Amma quş var ki, 4 il uçub, də indi uçurmuram. Quş var 3 il uçub, də indi uçurmuram. Ancaq balaları hamısının o qanı tutmuş quşlar. Əslində bir qandır, indi içində göylərdən, yox, çox vurmuram mən. Bu göylər hələ özləri iləndir, yenə küçüşüb. O göz xallar ki var, mən ağlar ki var, göy boynu güllər zad var. Onlara qatmıram, heç nə qatmıram.
Bax məsələn bax göy düşüb Qaragöy ilə göy haqqanət. Görsən. Onlar o biri göyəncə ağın altından çıxıb. O birisi göy. Ha o biri göy bax ağın altından çıxıb. İndi yenə düşüb elə ağla. Yenə düşüb ağla. Ha orada göy boynu güllülər bir hardasa 18 il olar. Birinin hələ yaşı var bir 18-17 yaşı var hələ birinin. Yəni O 18 yaş olan hansıdır təxminən göstərərsən zəhmət. biraz gözlərim görmür deyən. Və onun o boynu onun balasıdır. Və bu da onun balasıdır. Sonra de. De bax burada göy boynu güllü var. Qaraposon boynu var. O tərəfə gedən. Ay sağ. Ha bax o da onun Gökçep də onun nəvəsidir. Arxadakı. Ha. Belənciyinə bu boynu güllüdür bax o da onun nəvəsidir. Allah bərəkət versin. Çox sağ ol, Allah canı sağ ol. Hansından ürəyi istəsə, yəni sən sağlığınız. Yəni hansını istəsəz problem yox. Allah mağlar. Yəni hələ bir elə özbündür, bəxşləyə də bilərsən dostuğa, tanışığa, qardaşığa, hamısını. Yəni hələ bir özümüzün. Allah canınızı sağ olasın, çox sağ ol, gəlib çəkmirsiniz, işıqlandırırsınız hamısını, zəhmətimizi çəkirsiniz, var olun. Allah kömək olsun. Mən də bu qədər. Allah istiva eləsin. Allah canınızı sağ olasın. Təşəkkür edirəm. Başqa qruplara da təşəkkür edirəm ki, işıqlandırırlar, göstərirlər. Biraz hər ildən ilə biraz dəyişikliklər olsa qanunlarda. Öllər inşallah qanundur. Siz elə. Yəni o biraz qanunlar dəyişiklik olsa çox. 5-in üstü, 6-ın üstü. İldən ilə puxtaləşmək lazım, artırmaq lazım. Biraz çətinləşdirmək, biraz məsuliyyət artsın da babalançıyla. Çox sağ ol, var ol. Allah kömək olsun. İndi bu yandakı kuşxanalar özün çəkərsən də. İnşallah əlavə edərəm. Bunu necə